Yaxşı. Toplu 2019 ikinci hissə 2 qat və yarım arqument neçədən sonra idi uşaqlar? 41 yazılsın elə. Hə, 41. Yazalım. Deməli, 41-ci sual. Sinus 18 dərəcə, kosinus 18 dərəcə, kosinus 36 dərəcə. Burada da kosinus 18 dərəcə. Deyə bilərsiniz ki, dəyəldim, bu xısar gedə bilər, amma özü açıq şəkildə yazılır. Sürət məhnəsi 4-ə vurur. 4 sinus 18, çünki kosinuslar gedir də ona görə deyilir. Kosinus 18 dərəcə, kosinus 36 dərəcə. Burada da kosinus 18 dərəcə. 4. Deməli, bunun ikisi gələndə fikir verin, 4-ü 2 vuraq, 2 kimi yazsa uşağa. Bu mötərizənin içi nə verir? Gözümüzü nə görürsünüz? 2 sinus 18, kosinus 18. Nə deməkdir? Sinus 36. 2 də buradadır. Sinus 36 dərəcə. Görürsünüz, burada kosinus 36 dərəcədir. Deməli, 4 kosinus 18 dərəcə. Bəs bu nəyə verir? Sinus 72 dərəcə. Bəli. Deməli, sinus 72 dərəcə, 4. Kosinus 18-i də kosinus 90 dərəcə çıxar 72 dərəcə kimi yazıram. Bildiyiniz kimi, bu da çevirmə düsturuna görə sinus 72 dərəcə bölək 4 sinus 72 dərəcə edir. Cavab 4-də 1 var mı? C. Keçirik 43-ə. 43 belədir uşaqlar. Deyir ki, hesablayın. Sinus 60 dərəcə bölək sinus 4 15 dərəcə çıxaq kosinus 4 15 dərəcə. Bu da bərabərdir. Güya bunu buna görə yazır ki, biz yazarıq ki, sinus 30 dərəcə, kosinus 30 dərəcə, bu yazaqda o fikirdən verir. Bu da mənfidir. Bunda kosinus kvadrat 15 dərəcə çıxaq sinus kvadrat 15 dərəcə. Vuraq kosinus kvadrat 15 dərəcə, üstə gələk sinus kvadrat 15 dərəcə kimi mənfini kəsri qabağında yazmışam. Bərabərdir. Bu 1-dir, gedir. Burada da mənfi 2 sinus 30 dərəcə, kosinus 30 dərəcə. Məxrəcdəki bu da 2 qatın kosinusun düsturudur. Kosinus 30 dərəcə də belədir. Kosinus 30-dan gedir. Mənfi 2 vuraq, sinus 30 dərəcə. Bu da mənfi 2 vuraq, 2-də 1 deməkdir, mənfi 1. C var. Keçirik 45-ə. 45-də çox maraqlı sualdır. Tez-tez rast gələcək. Kosinus kubu pi bölək 24 sinus pi bölək 24 düzdürmü? Çıxaq sinus kubu pi bölək 24 kosinus pi bölək 24 bərabərdir. Uşaqlar ortaq vuruq çıxardırıq. Sinus pi bölək 24 kosinus pi bölək 24 mötərizənin içərisində kosinus kvadratı pi bölək 24 çıxaq sinus kvadratı pi bölək 24 olur. O da bərabərdir. Deməli, bunu 2-də 1 vuraq 2 kimi yazıram. Sinus pi böl 24 kosinus pi böl 24 bunun nə demək olduğunu artıq özünüz biləcəksiniz. Bəs bura nədir? 2 qatın kosinusudur. Pi böl 12 edir. Düzdürmü? Mötərizənin içi nə verdi? 2-də 1 sinus. Bu 2 qatın sinusudur. Pi böl 12 kosinus pi böl 12. Bunu da yaza bilərik ki, 4-də 1 vuraq 2 sinus pi böl 12 kosinus pi böl 12. Bəs bu nə verir aşağı? Kosinus pi böl 6. Bəli, 4-də 1 sinus pi böl 6. Bu da 4-də 1 vuraq 2-də 1 cavab 8-də 1 edir. C var. Keçirik 47-yə. Hə, 47 biraz doğrucu ola bilər. Yazaq. 47 belə. Alfa bərabər 7 pi bölək 24 olarsa, kosinus 4 alfa çıxaq sinus 4 alfa. Üstə gələk sinus 2 alfa ifadəsinin qiymətini tapaq da.
Birincisi kvadratlar fərqi olarak bunu yazıram. Kosinus kvadrat alfa çıxar sinus kvadrat alfa. Vuraq kosinus kvadrat alfa üstə gələk sinus kvadrat alfa. Üstə gələk sinus 2 alfa. Bərabər. Bu bildiyiniz kimi 1'dir. Bu isə kosinus 2 alfadır. Üstə gələk sinus 2 alfa. İndi baxaq. Bunu tapmaq lazımdır. Yerinə yazıram. Yazıram ki kosinus 2 alfanı yazanda 7 pi bölək 12. Üstə gələk sinus 7 pi bölək 12. Şöyle məsələ bundan ibarətdir ki, bu ifadə müsbət ifadədir. Yəni 7 pi bölü 12 hardasa pi bölü 2'ye daha yaxın bir yerdədir. Amma kosinus orada daha kiçik yerdə dağılır. Yəni izah eləməyə biraz çətinlik çəkirəm. Bu mənfi qiymətdir, bu müsbət qiymət. Sinus bax təxminən belə. Kosinus 7 pi bölək 12. Bax bura 7 pi bölək 12 hansısa buralarda düşür. 6 pi bölək 12 kimi baxsa pi bölək 2. Bunun sinusu budur, müsbət budur. Kosinus isə budur. Başqa cürə deyiləmək olar, sadəcə vaxt darından tezcə başa sarım ki, kosinus mütləq qiymətcə daha kiçikdir. Mənfi olmağına baxmayın. Ona görə o müsbət hədəfdir, bax bu ifadə. O çox lazımlı bir şeydir. Çünki əgər mənfi olsaydı, biz mənfini kənarda saxlamalıyıq. Ona görə müsbət olduğu üçün yazıram kök altında kosinus 7 pi bölü 12 üstə gələk sinus 7 pi bölü 12 mötərizə kvadratı kimi yazılır. Mənfi olsaydı nə qalacaq? Mənfi çöldə saxlayacaq. Bax elə şeyə diqqətli olun. Deməli ondan olur. Kök altında kosinus kvadratı 7 pi bölü 12. Üstə gələk sinus kvadratı 7 pi bölü 12. Üstə gələk 2 kosinus 7 pi bölü 12 sinus 7 pi bölü 12 də böyle. Bura heç bu 1 eləyir. Yəni kök onda 1 üstə gələk. Bu isə sinus 2 qatı 7 pi bölü 6 deməkdir. Çevirmə düsturuna görə bu da 1 üstə gələk sinus pi üstə gələk pi bölü 6'dır. Bu isə bərabərdir. Kök altında 1 çıxaq sinus pi bölü 6 deməkdir. Çevirmə düsturuna görə. Pi üstə gələk alfamız mənfi sinusdur. Bu isə kök altında 1 çıxaq 2'də 1. Bu da 1 bölək kök altında 2 gör var mı? Ya da kök altında 2 bölək 2. Deyə var. Aslında biraz başqa yoldan deyiləmək olar. Amma mövzuya görə mövzumuz deməli, şu qatiyarın argument olduğuna görə məşğul bir yoldan. Yaxşı. Keçək 49'a. 49'da nə var? Da belədir uşaqlar. Deyir ki 4 sinus kvadratı 15 dərəcə çıxar sinus kvadratı 75 dərəcə. Elə bir iş görəcəm, çevirmə düsturundan istifadə edin. Bəli, bunu 90 çıxar 15 4 sinus kvadratı 15 dərəcə çıxar sinus kvadratı 90 dərəcə çıxar 15 dərəcə kimi yazır. Bu da bərabərdir. 4 sinus kvadratı 15 dərəcə çıxar kosinus kvadratı 15 dərəcədir. Bunda mənfi 4 kosinus kvadratı 15 dərəcə çıxar sinus kvadratı 15 dərəcədir. Bu isə mənfi 4 2 qatın kosinusudur 30 dərəcə. Mənfi 4 bura kök altında 3 bölək 2. Mənfi 2 kök altında 3 gelir. Nə? Y var. 51'ə keçək uşaqlar. Belə. Yazıb ki 2 tangens 4 alfa. Bura tangens 2 alfa. Burada da tangens 4 alfa çıxar tangens 2 alfa. Sinus kosinusla yazılır. Ama bir şey gelmedi.
Hər ikisinin sinus qosinusunu ifadə edir. 2 buradadır. Bunun sinus 4 alfa bölək kosinus 4 alfa kimi vurar. Bunda sinus 2 alfa bölək kosinus 2 alfa kimi. Burada sinus 4 alfa bölək kosinus 4 alfa çıxar. Sinus 2 alfa bölək kosinus 2 alfa kimi. Məxrəci ortaq məxrəci gətirəm. Sürət isə 2 vuraq. Bunu açıram. Yəni 2 sinus 2 alfa kosinus 2 alfa kimi yazıram. Sinus 4 alfa. Bu da kosinus 4 alfa burada dursun. Burada da sinus 2 alfa bölək kosinus 2 alfa. Məxrəci ortaq məxrəci gətirəndə kosinus 4 alfa bura kosinus 2 alfa alınır. Bu da sürətdə sinus 4 alfa kosinus 2 alfa çıxar. Kosinus 4 alfa sinus 2 alfa. O da bərabərdir. Bərabərdir. Bu kosinus 2 alfalar gedir. Sürətdə qalır 4 sinus kvadrat 2 alfa. Bu kvadratdır. Məxrəcdə də kosinus 4 alfa. Burada isə belə bir şey alınır. Sürət görürsün toplama düsturudur. Yəni sinus 4 alfa çıxar 2 alfa deməkdir. Bu da sinus 2 alfa eləyir. Sinus 2 alfa. Bu da, bu görün nəyəsə mən unutmadım ki. 2 alfa getdi, eləmədim da. Bu da kosinus 4 alfa, kosinus 2 alfa deməkdir. İndi tərsinə vururam uşaq. Burada 4 sinus kvadratı 2 alfa. Burada kosinus 4 alfa. Onun tərsinə vuracağım. Vuraq. Kosinus 4 alfa. Kosinus 2 alfa bölək sinus 2 alfa. Bu kvadratla bu gedir. Kosinus 4 alfa ilə də bu gedir. Qalır 4 sinus 2 alfa kosinus 2 alfa. Bu isə 2 sinus 4 alfa deməkdir. C variantı. 53'ə keçək. Deməli, 53'də də deyir ki, sinus alfa bərabərdir 4'də 1 olarsa, kosinus 5 alfa kosinus 7 alfa üstə gələk. Sinus 5 alfa düzgün deyirəm. 5 alfa sinus 7 alfanın qiymətini tapaq da. Bu da bərabərdir. Kosinus 7 alfa çıxar 5 alfa deməkdir. Bu da kosinus 2 alfa. Bu da həmən o dediyimdir. 1 çıxar 2 sinus kvadrat alfa demək. Yalnızca gəlir 2 qatının üstüründən dedim. Ya yalnız kosinusuna ya yalnız sinusuna ifadə edilir. O da 1 çıxar 2 vuraq 4'də 1 kvadrat 16'da 1 demək. O da 1 çıxar 8'də 1, 8'də 7 var mı? C variantı. 55'ə baxaq. Və 55'də nədir? Kök altında 1 çıxar, 1 üstə gələn kosinus 6, eləcə 6, dərəcə yoxdur, diqqət olur, radian. Üstə gələk kosinus 3, üstə gələk 3 ifadəsini sadələşdirir. Birincisi, bu 6 radiandır, onda yaza bilərəm bunun əvəzindən kök altında kosinus kvadratı 3, üstə gələk kosinus 3, üstə gələk 3 bərabər. İndi baxaq, 3 radianımız təqribən neçə dərəcə eləyirdi? Niyə 51 onda 7? 57 onda 3 döydü bu şey, bir radianımız. 3 radianı hesablayın görək. Radianı elə orada da dəftərinizə yazın ki, bir radian bərabər 57 onda 3 dərəcə. O yadınızdan çıxmasın. 71 neçənci ürбə düşür? İkinci ürбdə kosinusun işarəsi. Bu modul kosinus 3 eləyir, çünki buradan modul çıxır. Üstə gələk kosinus 3, üstə gələk 3. Bu da mənfə də elədiyi üçün mənfə kosinus 3, üstə gələk kosinus 3, üstə gələk 3. Getdi, bunlar cavab 3 elədi. B variantı. Deməli, 55'dən sonra gəlir 57.
57 belə. Burada da deyir ki 3 vuraq 2 bölək sinus 4 alfa çıxar kotangens 2 alfa ifadəsini sadələşdirin. Uşaqlar belə bir iş görürəm. Deyirəm ki 3 vuraq. Burada 2 bölək 2 sinus 2 alfa kosinus 2 alfa yazır. Çıxar. Bunu da kosinus 2 alfa bölək sinus 2 alfa kimi yazır. Bu ikilər onsuz da gedir. 3 vuraq. Ortaq məxrəcə gətirəndə belə bir şey alınır. Sinus 2 alfa kosinus 2 alfa. Burada 1 çıxar kosinus kvadratı 2 alfa. Bu da bərabərdir. 3 vuraq. 1 çıxar kosinus kvadratı 2 alfamız bu sinus kvadratı 2 alfa demək. Burada da sinus 2 alfa kosinus 2 alfadır. Kvadratla bu sinus 2 alfa gedir. 3 vuraq. Sinus 2 alfa bölək kosinus 2 alfadır. Bu da 3. Tangens 2 alfa var mı? Y var ya. Yoxdur, dən də var ya. 59. Sağ salamat. 59. 59 da belə düşür. Çox maraqlıdır. Çox maraqlıdır. Belə sualları mən çox bəyənirəm. Siz də baxın, son dövrlər düşəcək suallardan. Bax, bu C'dir, bu A'dır. Alfa uzağı verir buna. B verib, C verib, A verib. Buranın beta uzağı deyir. Buradakı B. Deyir ki, ucaq ABC-də 2, sinus 2 alfa. Vuraq kotangens betanı tapın. Birinci sinus 2 alfanı açaq. Bu nə deməkdir? 2 vuraq sinus alfa, vuraq kosinus alfa, vuraq kotangens beta demək. İndi başlayırıq şəklə. Sinus alfa. Yəni alfa uzağının qarşısındakı katetin hipotenuza nisbəti. Bu A bölək C deməkdir. Kosinus alfa. Bu da B bölək C deməkdir. Kotangens beta isə bitişik katetin qarşısındakı kateti. Yəni A bölək B deməkdir. Həmin şeyləri burada yazırıq. 2 vuraq. Sinus alfamız A bölək C-dir. Vuraq. B bölək C-dir. Vuraq A bölək B-dir. Onda nə olur? B-lər gedir. 2 A kvadratı bölək C kvadratı. A bölək C-də uzaq başı sinus kvadratı alfa olur. Beləcədir mi? C variantı. Mən hələ bunu belə də yazardım ki, yenə deyirəm, bu sinusun işarəsi idi. 2 sinus kvadratı alfa yazmaq olar. C. 59 da belə getdi. Keçirik. Bəsdir. Yəni 60-a qədər yazarsınız. Çünki vaxtımız daralır.